edir, aparıcıları təhqir edir, onlara türmədə yatan insanların sözləri ilə, çox pis tərbiyəsiz sözlərlə təhqir edir və hətta məndə səs yazıları var ki, ən ali qurumlar haqqında fikir bildirir. Ona görə mən istəyirəm mənim şikayət ərzəmi qeydə alasınız. Bəli, bütün sosial şəbəkələrdə var, bütün televiziya aparıcılarını adlandırır. Onlara türmədə yatan insanlar haqqında sözlər var. Deyir ki, misal üçün də siz nə bilim nələr söz. Bu türmədə yatanlar bilirdi, onu mən türmədə yatmamışam. Və mən bu xanım haqqında şikayətdəyəm. Çünki bu xanım bütün televiziya işçilərini təhqir edir. Ümumilikdə cəmiyyəti çuşqa adlandırır, səviyyəsiz adlandırır, çağırışa çağırır cəmaatı ki, gəlin belə eləyək, belə eləyək. Bunun bir-iki dənə, bilmirəm, türmədə yatıb çıxan dostları var, nələri var, bunlara güvənir. Ona görə mən istəyirəm ərzəm daxil olsun ki, mən də sabah gedim Daxili İşlər Nazirliyinə şikayətimi verim. Çox sağ olun, minnətdaram sizə, var olun, Allah can sağlığı versin, var olun, var olun, var olun, var olun, var olun. Vəkilimə də sabah verəcəyəm, məhkəməyə verəcəyəm. Gələrsən sənin o AOY dostların, buradan da o bəzi aparıcılara deyirəm ki, tüpürüm sizin üzvünüzə. Küs sizin başınıza ki, siz hansısa bir hallanan, mallanan